Kanala like atıb abunə olmağı unutmayın. Bunları edin ki, yeni videolar gəlsin və zəngi açın ki, yeni videolardan xəbərdar olun. Ötən gün Biləsuvarda həyatını itirən həkim Bayraməli Süleyman oğlu Bayramovun ölüm səbəbi məlum olub. Oxu Azın məlumatına görə o miokard infarktı səbəbilə həyatını itirib. Qeyd edək ki, Bayramov uzun illər Nərimankənd kəndində həkim məntəqəsinin baş həkimi kimi çalışıb. O, ən son Biləsuvar rayon mərkəzi xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin həkim-terapevti kimi fəaliyyət göstərib. Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, hətta inkişaf etmiş ölkələr belə sel, daşqın, zəlzələ və torpaq sürüşməsi kimi hadisələr qarşısında bəzən aciz qalır. Lakin əsas məsələ böhran anında dövlətin reaksiyasıdır. Onun sözlərinə görə Azərbaycan dövləti force major hallarda da vətəndaşlarını tək buraxmır. Babaoğlu bildirib ki, sərəncamın hər bəndinin arxasında insan amili və humanizm prinsipləri dayanır. Dövlət büdcəsindən ayrılmış vəsait hesabına dağılmış evlərin bərpası, məişət şəraitinin yaxşılaşdırılması və kommunikasiya xətlərinin yenidən qurulması ən qısa zamanda icra olunacaq. O əlavə edib ki, təbii fəlakət zamanı insanlar yalnız maddi yardıma deyil, mənəvi dəstəyə də ehtiyac duyur. Prezidentin qərarı vətəndaşlara dövlətin qoruyucu dəstəyini hiss etdirir və cəmiyyətə mesaj verir ki, dövlət darda qalan hər kəsin yanındadır. Prezident İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, həmçinin gələcəkdə analoji halların təkrarlanmaması üçün Prezidentin Ehtiyat Fondundan ümumilikdə 85.869.260 manat vəsait ayrılıb. Millət vəkili Müşfiq Məmmədlinin sözlərinə görə, bu qərar dövlətin vətəndaşlara yönəlik sosial siyasətinin ardıcıl və çevik davam etdiyini göstərir. Onun fikrincə, qərar yalnız mövcud problemlərin aradan qaldırılmasına deyil, eyni zamanda gələcək risklərin azaldılmasına hesablanmış kompleks yanaşmadır. Sərəncamın əsas üstünlüklərindən biri operativlikdir. Fəlakətdən dərhal sonra dövlət başçısının tapşırığı ilə vəsaitin ayrılması və aidiyyəti qurumların işə başlaması vətəndaş problemlərinə həssas yanaşmanı nümayiş etdirir. Müşfiq Məmmədli bildirib ki, ayrılan vəsait zərər çəkən ailələrin sosial-iqtisadi çətinliklərinin qarşısını almağa kömək edəcək. Onun təmsil etdiyi bölgələrdə intensiv yağışlar nəticəsində evlərə, kənd təsərrüfatına və infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Ayrılan vəsait hesabına qəzalı evlərin bərpası, tam uçmuş tikililərin əvəzinə yeni yaşayış evlərinin tikilməsi, eləcə də yol, elektrik və su təchizatı kimi mühüm sahələrin yenidən qurulması planlaşdırılır. Deputat vurğulayıb ki, sənəd yalnız anlıq problemlərin həllinə yönəlməyib. İstinad divarlarının tikintisi, drenaj sistemlərinin yenilənməsi və soyuturucu xətlərin möhkəmləndirilməsi kimi qabaqlayıcı tədbirlər də nəzərdə tutulur. Bu addımlar gələcəkdə analoji təbii fəlakətlərin təsirini minimuma endirməyə xidmət